Salam hörmətli izləyicilər. Loqaritmik bərabərsizlikdən qaldığımız yerdən davam edirik. Bu tip izahlardan xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri aça bilərsiniz. Keçək suallara. Deməli, neçənci gəlir? Sual 61. 4 üzərində x minus 1, minus 2 üzərində x verib, kiçikdir 1,25. Yazırıq 1,25-dən. Bərabərsizliyin müsbət tam həllərinin cəmini deyir tapın. Bunu belə yazıram. 4 üzəri x bölünsün 4 kimi minus 2 üzəri x kiçikdir 1,25-dən. İndi 4 üzəri x-i belə yazıram. 2 üzəri x 10 kvadratı kimi bölünsün 4 minus 2 üzəri x kiçikdir 1,25-dən. İndi sonra bu bərabərsizliyin hər tərəfini 4-ə vururam. Olur 2 üzəri x bunun kvadratı minus 4 vurulsun 2 üzəri x kiçikdir 1,25-i 4-ə vuram da edir müsbət 1. 1,25 belə deyək də 1,4-də 1 deməkdir. 5 edir bu. Bu oldu 5. İndi 2 üzəri x-a bir t desəm, t nədir buradan? 0-dan böyükdür. Olur t'nin kvadratı minus 4t. Bu 5'i də atdım sol tərəfə. Minus 1 kiçikdir 0 alınır. İndi burada bərabərsizliyi həll edək. Köklərin cəmi 4, hasili mənfi 5 olsa, t1 və t2 ədədlərindən söhbət gedir. Deməli, bura 5 olar, bura mənfi 1. İndi bu bərabərsizliyi həll edək. T minus 5, t plus 1 kiçikdir nədən? 0-dan. Biz demişdik ki, t onsuz da burada 0-dan böyükdür. Aha. Şimdi sonra bərabərsizliyi həll edək. Bu olacaq. Ələ doxu çəkək. Bura oldu 5, daxil deyil. Burada oldu mənfi 1. Baş əmsallar müsbət oldu. Müsbət, mənfi, müsbət. Bizə mənfi 1, 5 aralığı lazımdır. İndi deməli t özü də t biz nəyə demişdik? Baxın, t daxil oldu, mənfi 1, 5-ə. İndi 2 üstündə x-a t demişdik. 2 üstündə x t-yə bərabərdirsə, özə hansı aralığa daxil olmalıdır? Mənfi 1 kiçikdir 2 üstündə x-dan, o da kiçikdir 5-dən. Bax, bu aralığa daxil olmalıdır. Onsuz da 2 üstü x mənfi 1-dən hər zaman böyükdür. Çünki t 0-dan böyük demişdik. İndi 2 üstü x kiçikdir 5 bərabərsizliyini həll etmək bizə tələb olunur. O da 2 üstü x kiçikdir. Belə deyək də, bura 5 alınmışdı. Başqa səhv getməyib buradan. İndi x da kiçikdir loqaritma 2 əsasdan 5 alınır. Loqaritma 2 əsasdan 5 də təqribən buradan yazaq da loqaritma 2 əsasdan 5 loqaritm 2 əsasdan 2-nin 2 üstü neçə bir ədəddir. Yəni ki, x daxildir. Mənfi sonsuzluqdan 2 tam nə qədər bir ədəddir. Müsbət tam həllərin cəmini istəyir. Burada 1 var, bir də 2 var. Onların da cəmi neçə edər? 3 edər. 61 deməli doğru cavabımız Y variantıdır. Keçək növbəti suala. Neçəndə sual gəlir? 61 deməli neçə oldu? 61-də oldu Y variantı. Baxaq misal nömrə 62-yə. Bərabərsizliyin ən böyük tam həllini tapın. Yazırıq 7 tam 10-da 3 üzərində x-in kvadratı minus 5x minus 6 bölünsün x minus 12. Kiçikdir bərabərdir. Baxın, burada olan biri 7 tam 10-da 3 üzəri 0 kimi yazırım. İndi burada olacaq x kvadrat minus 5x minus 6 bölünsün x minus 12 kiçikdir bərabərdir 0-dan. İndi x kvadrat çıx 5x minus 6-nı vurğulara ayırsaq, köklər cəm 5 hasılı mənfi 6 olsa 6 və mənfi 1 ədədləridir. O zaman bunun vurğuları x minus 6, x plus 1, x minus 12 kiçikdir bərabərdir 0-dan. 59 üzərində qeyd edək. Bax, 12 bura daxil deyil. 12 niyə daxil deyil? Çünki məxrəclidir. X 12-dən fərqlidir. Sonra burada 6 daxil olacaq. Mənfi 1 də daxil olacaq. İndi baxaq baş əmsallara. Müsbət, müsbət, müsbət. Deməli, müsbətdir, mənfidir. Müsbətdir, mənfidir.
Mənfi sonsuzluqdan mənfi 1-ə birləşmə. Bizə mənfilər lazımdır axı. İndi burada mənfi 1 daxil deyil, birləşmə 6 da daxildir. Lakin 12 daxil olmayacaq. İndi burada ən böyük tam həll istəyirdi. Bax, burada ən böyük tam həll bunun içərisində müsbət 11-ə bərabərdir. 62 oldu D variantı. 63-cü sualda bunun eynisidir. Baxaq 64-cü suala. Deyir, bərabərsizliyi həll edin. Kəsr xəttində loqaritma 2 əsasdan 4 minus 2x. Loqaritma 0,2 əsasdan 0,1 kiçikdir 0. İndi loqaritm a əsasda x-da, əgər a da 1-dən kiçik, 0,1 də 1-dən kiçikdirsə, deməli loqaritm 0,2-dən 0,1 müsbət ədəddir. Buranın müsbət olması üçün, bura müsbətdir. Bu ifadə mənfi olması üçün, bura necə qalmalıdır? Mənfi qalmalıdır. İndi baxaq, loqaritma 2 əsasdan 4 minus 2x özü nə olmalıydı? 0-dan kiçik olmalıydı. Bu bərabərsizliyi həll edək. Olur 4 minus 2x 0-dan böyükdür. X da kiçikdir 2-dən. İndi eyni zamanda 4 minus 2x kiçikdir. 2 üstündə 0 1 elədiyinə görə mənfi 2x kiçikdir. 1-dən 4 çıxanda mənfi 3. X da böyükdür 1,5. X 1,5-dən kiçikdir, bir də 2-dən kiçikdir. Hansı 1,5-dən böyük 2-dən kiçikdir. Deməli 1,2, 1,5, 2 aralığıdır. Oldu. Doğru cavab 64-də Y variantı. 65 də bunun eynisidir. Baxaq misal nömrə 66-ya. 3-ün üzərində verib x üstə 1 bölünsün x, üstə yazılsın 3 bölünsün 1 bölünsün x. Burada neçə var? Dəqiqə. Böyüdür bərabərdir 12-dən. Yazırıq böyüdür bərabərdir 12. İndi burada belə dəyişiklik edəcəm. 3 üzərində 1 üstə yazılsın 1 bölünsün x. Bax, fikir verin, elə bu ortaq məxrəcə gətirsəz eyni ifadə olur da. Hər tərəfi nə bilir x-ə bölürük. Üzərinə gəlsin 3 bölünsün 1 böl x böyüdür bərabərdir 12-dən. İndi bunu da ayrı-ayrı 3-ün qüvvətləri kimi yazsam, 3 üstündə 1 vurasın 3 üstündə 1 böl x, üstə yazsın 3 üstündə 1 böl x böyüdür bərabərdir 12 alınır. İndi 3'ü burada var, 1'i burada var. Toplasam ilə 4 vuraq, 3 vurasın 1 bölünsün x böyüdür bərabərdir 12 olar. İndi 12-ni 4'ə bölsəm qalar 3. Daha doğrusu 3 üzərində 1 böl x böyüdür bərabərdir 12-ni bölürəm 4'ə qalar müsbət 3. Bu da 3'ün üstündə 1 deməkdir. Onda 1 bölünsün x böyüdür bərabərdir müsbət 1 alınır. İndi çox adam, çox şagird burada tənasib kimi vurur, amma burada tənasib kimi vurmaq olmaz. İndi 1 böl x bu 1'i atdıq. Sol tərəfə olur 0'dan böyük bərabər. 1 minus x ortaq məxrəc gətirsək böl x 0'dan böyük bərabər. Bu da x. 1 minus x 0'dan böyük bərabər. İndi ələ doxununda bunlar qeyd edək. Bunun 0'a çevirin hal 0'dır. Bunun 0'a çevirin hal 1'dir. İndi 1 ilə baxın 0'ı qeyd edək. Amma 0 bura daxil olmayacaq. Niyə görə? 0 məxrəcdədir. Ona görə olmaz. Baş əmsal müsbət, bura mənfidir. Mənfi, müsbət, mənfi. Deməli, bərabərsizliyin həllər çoxluğu 0 daxil deyil. Amma 1 bura nə deyil? Daxildir. Bərabərsizliyin tam həllini bizdən soruşur. Tam həlli də burada 1'ə bərabər oldu. Deməli, 66-cı sual doğru cavabımız D variantıdır. 67 eynisidir. Baxaq misal nömrə 68-ə. Y bərabərdir kökün altında funksiyanın təyin olması. Y yazmıram. Funksiyanın təyin olması nə deməkdir? Kök altı ifadə 0'dan böyük bərabər. 5 üzərində x minus 4 üzərində x böyüdür bərabərli 0 yazsaz kifayətdir. Funksiyanın təyin olmasını tapa bilərsiniz. İndi 4 üzərində x hər zaman müsbət qiymətlər aldığına görə bu ifadənin hər tərəfini 4 üzəri x-a bölürəm. Yəni ki 4 üzəri x heç vaxt 0 qiymətini ala bilmir. Bax ona görə 5 üzəri x bölünsün 4 üzəri x
4 üzeri x bölünsün 4 üzeri x böyüdür bərabərdir. 0 bölünsün 4 üzeri x'a. Şimdi bunda eyni kəsirdə yazın. 5 bölünsün 4 üzeri qüvvət kimi yazsaq. Minus 1 böyüdür bərabərdir 0 edər. Şimdi buradan da 5 bölünsün 4 üzerində x. 1'i attım sağ tərəfə böyüdür bərabərdir 1 alındı. Şimdi 5 bölünsün 4 üzerində x böyüdür bərabərdir 5 bölünsün 4 üzerində 0. Bax bu 1'i yazıram. Şimdi x da burada ne olur? Böyüdür bərabərdir 0 olur. Yəni ki 0 müsbət sonsuzluq 68 oldu D variantı. 69 da bunun eynisidir. Baxaq misal nömrə 70'ə. Loqaritma 6 əsasdan x'in kvadratı minus 3x üzeri 2 böyükdür 1. Bərabərsizliğini həll edin. Əvvəla birinci qayda olaraq loqaritm daxili ifadə üstə ki sıfırdan böyük olmalıdır. İkinci olarak x kvadrat minus 3x üzerine gəlsin 2 böyükdür 6 üzeri 1 neçə edər? 6 edər. Şimdi bunun kökləri cəmi 3 hasili 2 eləsə x1 bərabərdir 1, x2 bərabərdir 2 alınır. Şimdi bərabərsinə də bu bizə məlumdur. Baş əmsal müsbət olduğuna görə mənfi sonsuzluqdan 1'ə qədər birləşmə 2'dən müsbət sonsuzluğa kimi götürmək olar. Çünki bizə sıfırdan böyüklər lazım idi. Bu bərabərsin həllini belə yazdım. Bu birincisi də var. Bərabərsizliyi həll eləsiniz bu formada taparsınız. Bir də x kvadrat minus 3x 2'dən 6 çıxıram qalar mənfi 4. Yazıram bura minus 4 böyüdür 0. Köklərin cəmi 3 hasili mənfi 4 olsa x1 bərabərdir 4'ə x2 bərabərdir mənfi 1 olar. İndi burada da bizə böyüklər lazımdır və baş əmsal müsbət olduğuna görə mənfi sonsuzluqdan mənfi 1'ə birləşmə 4 müsbət sonsuzluqda bunu tapmaq mümkündür. İndi əgər 9 üzərində bunları qeyd eləsəm 4 var, sonra 2 var, sonra 1 var, sonra nə var? Mənfi 1 var. İndi bu bərabərsizliyin həllər çoxluğunu qırmızı ilə göstərək. Mənfi sonsuzluqdan mənfi 1'ə qədər gələr. 4 müsbət sonsuzluq isə bura gedər. Bu birisi bərabərsizliyin həllər çoxluğunu isə bu rəngdən göstərək. Mənfi sonsuzluq 1'ə qədər gəlib. Bax fikir verin. Bir də 2'dən müsbət sonsuzluğa qədər gəlib. İndi bizə lazımdır ən çox şitrik düşən hissələr. Yəni ki, bax bura qədər mənfi sonsuzluqdan mənfi 1'ə qədər gəlib birləşmə. Bir də hardan hara? 4'dən müsbət sonsuzluğa qədər. 70-ci sualın da doğru cavab oldu A variantı. 71 də bunun eynisidir. Sadəcə 71'də bir dənə göstəriş verim. Yazarsınız x kvadrat minus 5x üstə gəlsin 7 sıfırdan böyükdür. Bir də x'in kvadratı minus 5x plus 7 əsas 5'də 1. 1'dən kiçik olduğuna görə bu işarət dəyişdi. 5'də 1 üstündə 0'da 1'ə bərabərdir. Bax bu ki bərabərsizliyi həll edib kəsişməsini tapsız, daha doğrusu ştrikləri tapsız, ən çox ştrik düşən yerləri bərabərsizliyi həll etmiş olarsınız. 72 də bunun eynisidir. Bunu da özünüz yazarsınız. Və yaxud da 72'ni yazaq. Sualın biri aydın olsun sizə ən azından. Loqaritm 2'də 1 əsas verib bizə. X kvadrat minus 5x minus 6 böyükdür bərabərdir mənfi 3'dən. Bərabərsizliyi həll edin. Əvvəla x kvadrat minus 5x minus 6 sıfırdan böyük olmalı idi. Köklərin cəmi 5 hasili mənfi 6 olsa x1 bərabərdir 6'ya, x2 bərabərdir mənfi 1 olar. Baş əmsal müsbət olduğuna görə mənfi sonsuzluqdan mənfi 1'ə birləşmə 6'dan müsbət sonsuzluğa bu bərabərsizliyin həllini tapmış olarsınız. İndi ikinci halda x'in kvadratı minus 5x minus 6 özü nə olmalıdır? 2'də 1. Baxın 2'də 1 1'dən kiçikdir. Onda işarət dəyişir. Kiçikdir bərabər olmalıdır. 2'də 1 üstündə mənfi 3, 2 üstü 8 edir. Şimdi buradan da yaza bilərik x kvadrat minus 5x minus 14 kiçikdir bərabərdir 0'dan.
İndi bunu da x1 bərabərdir. Daha doğrusu bunu yazaq. Köklər cəmi 5-dir, hasılı mənfi 14. Deməli 7 və mənfi ədədləri bu şərti ödəyir. İndi bizə kiçiklər lazım olduğuna və baş əmsalı müsbət olduğuna görə deməli mənfi 2, 7 parçası bu bərabərsizliyin həllidir. İndi hər iki bərabərsizliyin həllərin ədəd oxu üzərində qiymətlərini qeyd edək. Bax, bura 7 olacaq. Sonra 6 daxil deyil. Sonra mənfi 1 daxil deyil. Mənfi 2 amma bura daxildir. İndi mənfi 2, 7 parçasından ştrikləyirəm. Bu bərabərsizliyin həlli. Bir də mənfi sonsuzluq mənfi 1. Yazırıq mənfi sonsuzluq mənfi 1. İndi burada mənfi 2 daxildir. Buranın içərisində dolu eləyək. Mənfi 1 daxil deyil. Bir də nə var? 6-dan müsbət sonsuzluğa bu bərabərsizliyin həlli. Ən çox şitrik düşən hissələri. Bax, fikir verin. Mənfi 2 daxil deyil. Mənfi 1 daxil deyil. Birləşmə. 6 daxil deyil. 7 isə daxildir. Bax, 1 olacaq. 72 oldu. Deməli, doğru cavab D variantı. Baxaq misal nömrə 73-ə. Deməli, 73-də bizə deyir ki, bərabərsizliyi həll edin. Yazaq şərti 5-in üzərində 4 bölünsün x minus 2. Bir də var x minus 10. Kiçikdir nədir? 0 verir. Birinci qayda bilməliyik ki, üstü funksiya, bax bu sürətli olan üstü funksiya hər zaman müsbət qiymət alır. Yəni ki, bunu atmaq olar. Lakin x minus 2 ifadəsi, bax kənardan yazıram, x minus 2 ifadəsi 0-dan fərqli olmalıdır. Çünki rasional ifadədə məxrəc 0 ola bilməz. X da fərqlidir, burada 2. Bax, bunu yaddaşda saxlayaq. İndi bu hər zaman müsbətdirsə, deməli x minus 10 ifadəsi mənfi olmalıdır ki, müsbəti mənfiyə bölənəndə bir mənfi ədəd qalsın. Deməli, x minus 10 özü kiçikdir nədən? Daha doğrusu 0-da. X da kiçikdir, müsbət 10 alınır. İndi mənfi sonsuzluqdan, bax, fikir verin. Mənfi sonsuzluqdan 10-a qədər tutaq ki, bu bərabərsini həll edir. Lakin bunun içərisində 2 var axı, 2 olmaz. Onda 2-ni atsam, baxın, mənfi sonsuzluqdan 2-yə qədər gəlirəm. Çünki mənfi sonsuzluğun müəyyən hissəsi bizə lazımdır. Birləşmə 2-dən hara kimi gəlmək olar bəs? Bax, bu 10-a qədər. Bax, belə deyim də bərabərsinin həlli. Tutaq ki, burada 10 var. Buranı da yazıram 2. Mənə lazım olan, bax, bu mənfi sonsuzluqdan 10-a qədər hissə idi. Lakin bu 2-ni atmaqdan ötürü mənfi sonsuzluqdan 2-yə qədər gələrəm. Bir də 2 ilə 10 aralığını götürərəm. Onlar bərabərsizliyin həlli. Bu da olacaq 73, doğru cavab A variantı. Baxaq növbəti suala. 74 də bunun eynisidir. Baxaq misal nömrə 75-ə. Funksiyanın təyin oblastını istəyir. Funksiyalardan bizə məlumdur. Funksiyanın təyin oblastı, kökaltı funksiyanın təyin oblastı nə idi? Yəni, kökaltı olan ifadə, loqaritm 3 sistem 5 minus x nə olmalıydı? 0-dan böyük bərabər olmalıydı. Çünki bunu tapsaq, verilən funksiyanın təyin oblastını tapmaq olar. 5 minus x özü 0-dan böyükdür, x da 5-dən kiçikdir. İndi 5 minus x böyüdür bərabərdir, 3 üstündə 0, 1 edir. Mənfi x böyüdür bərabərdir, mənfi 4-dən, x da kiçikdir bərabərdir, müsbət 4 olar. İndi burada mənfi 5-dən kiçikdir, 4-dən də nədir? Burada kiçikdir. Ədəd 9 üzərində baxaq. Bax, bura 5 olsun, bura daha doğrusu 4 olsun. Mənfi sonsuzluqdan 5-ə qədər, mənfi sonsuzluqdan 4-ə qədər. Ən çox da mənfi sonsuzluq 4 aralığına düşdü. Deməli, 75 oldu. Doğru cavab B variantı. Bizə lazım olan bax bu yerdə. Daha doğrusu 4 bura daxildir. 5 daxil deyil. 76 bunun eynisidir. Baxaq misal nömrə 77-yə. Y bərabərdir. Yenə də funksiyanın təyin oblastını istəyir. Deməli, loqaritm 5-də 2 əsasdan 7 minus x 0-dan böyük bərabər olmalıdır. İlk öncə 7 minus x loqaritm daxili ifadə 0-dan böyükdür, x daha 7-dən kiçikdir.
İndi 7 minus x kiçikdir bərabər. Çünki bu 1-dən kiçik olduğuna görə işarə dəyişir. 5-dəkin üzərində 0 da 1 edir. Mənfi x kiçikdir bərabər. 1-dən 7 çıxanda mənfi 6 x da yenə bu mənfiyə görə işarə dəyişir, olur müsbət 6. İndi bu bərabərsizliyin həlli olacaq. Mənfi 6-dan böyükdür, 7-dən kiçikdir. Daha doğrusu mənfi 6 yox 6-dan. 6 ilə 7 aralığı, yarım intervala. 77 oldu. Doğru cavab C variantı. Baxaq misal nömrə 78-ə. Loqaritma 0,3 əsasdan mənfi x kiçikdir 0. Bərabərsizliyini həll edin. Əvvəla mənfi x özü 0-dan böyük olsa x 0-dan kiçik olur. Eyni zamanda mənfi x 0,3 1-dən kiçik olduğuna görə işarə dəyişir. 0,3 üstündə 0 edir müsbət 1. X da kiçikdir mənfi 1 alınır. İndi burada bərabərsizliyin həlli, baxın. Bax, mənfi 1 var, bir də 0 var. Mənfi sonsuzluq 1-ə, mənfi sonsuzluq 0 olanda, bax, mənfi sonsuzluq, mənfi 1 bu bərabərsizliyin həlli olar. O da 78 oldu. Doğru cavab A variantı. 79 eynisidir. Baxaq, misal nömrə 80-ə. Loqaritm 2 əsasdan, yazırıq, loqaritma 2 əsasdan x-in kvadratı kiçikdir 1. Bərabərsizliyinin ən böyük və ən kiçik tam əllər fərqini tapın. Bunun modulda kimi yazsaq heç bir fərqi yoxdur. İndi bilirik ki, x kvadrat özü hər zaman 0-dan böyükdür və bərabərdir. Deməli, bu ifadə müsbətdir. X kvadratından söhbət gedir. İndi yeganə şərt burada x 0-dan böyük olmalıdır. Nəyə görə? Loqaritm daxili ifadə 0-a bərabər ola bilmir. İndi eyni zamanda x kvadrat, daha doğrusu x 0-dan böyük olmalıdır. Bu məlum məsələdir. Bir dənə x-i 0-dan fərqli götürürük. Niyə? Çünki x istənilən qiyməti ala bilər. Bu müsbət ədəddir. Bax, ona görə. Müsbət olduğuna görə. Heç 0-dan böyük olmağına ehtiyac yoxdur. 0-dan kiçik də ola bilər. Lakin bir dənə 0 şərti ödəyə bilməz. X 0-dan fərqlidir. Bir də x kvadrat kiçikdir. 2-nin üzərində bir neçə edəcək? Müsbət 2 edəcək. Bu da birincisi də bizə məlumdur. Mənfi kökdə 2 ilə kökdə 2 aralığıdır. Bu aralığa düşən tam ədədlər mənfi 1, 0, bir də 1-dir. İndi burada 0 şərti ödəmədiyinə görə, çünki loqaritm daxili ifadə 0 ola bilməz. Onda ən böyük və ən kiçik tam ədədlər bunlardır. Deyir, ən böyüyündən ən kiçiyin çıx. 1 çıxılsın mənfi 1, o dedir müsbət 2. Ən böyüyü 1-dir, ən kiçiyi isə mənfi 1-dir. İndi burada neçə qaldı? Doğru cavabımız 2 qaldı. 80-cı sualda olur B variantı. 81 bunun eynisidir. Baxaq misal nömrə 82-yə. Deməli, şərti yazaq birinci. X üzərinə gəlinsin 3 bölünsün ln(x) kiçikdir 0-dan. Deyir, bərabərsizliyi həll edin. İndi birinci şərtdə biz bilməliyik ki, ln(x) məxrəzdədir. ln(x)-sa x nə ola bilər? 0-dan böyük olmalıdır. Bir də x fərqlidir 1 olmalıdır. Və yaxud da burada x 0-dan böyük götürməliyik. Bir də x 1-dən fərqli. Onlar da fərqi yoxdur. X-i sadəcə buradan 0-dan neyinə deyib? Böyük götürdük. Bu birinci halımız. İndi əgər x 0-dan böyükdürsə, sürətdə olan x plus 3 ifadəsi hər zaman müsbətdir. Çünki x 0-dan böyük və üzərinə 3 gəlsəm, yenə də müsbət bir ədəd alınır. Deməli, x plus 3 heç vaxt 0 ola bilmədiyinə görə, x plus 3 bölünsün ln(x), daha doğrusu, x plus 3'ü burada ata bilərəm. Nəyə görə atıram? Çünki bu müsbət ədəddir, ona tulla geçsin. Bərabərsizlik ümumiyyətlə müsbət ədədləri biz atırdıq. Müsbət olan ifadələr, belə deyək. Onun kökü bizə maraqlı deyil. İndi burada nə yazıram? 1 bölünsün ln(x), yəni ki, bunun hər tərəfini x plus 3'ə böldüm. Müsbət olduğuna görə kiçikdir nədir? 0'dır.
Yəni ln x özü sıfırdan kiçikdir. Bura müsbətdir. Deməli, bura nə qalmalıdır? Mənfi qalmalıdır. İndi x da burada kiçikdir. Y üstündə sıfırdan müsbət 1 edir. İndi kısmı sıfırdan böyüdür, 1-dən kiçikdir. Baxaq ədəd 9 üzərində. Bura olub 0, bura olub 1. Sıfırdan böyüklər, 1-dən kiçiklər hansı aralığı düşür? 0-1 aralığı düşər. 82 deməli doğru cavab A variantıdır. Baxaq misal nömrə 83-ə. 5 üzərində 7 minus 3x c-dir bərabərdir. 0,8-i 5 üzəri mənfi 3 kimi yazıram. İndi 7 minus 3x kiçikdir bərabərdir mənfi 3 olsa, mənfi 3x kiçikdir bərabərdir mənfi 10 olsa, x da böyükdür bərabərdir 3,3-də 1-dən. Yəni ki 13-ə böləndə 3,3-də 1 edir. 3,3-də 1-dən müsbət sonsuzluğa doğru cavab 83-də qalar C. Baxaq 84-cü suala. Bu da eyni sualdır. 3-cü dərəcədən bu ifadəni belə yazıram. 2 üzərində 3-də 1. 3-cü dərəcədən kökdəki 2 üzərində 3-də 1 deməkdir. Bir də 5 minus 2x. Kiçikdir bərabərdir 8-də 1 isə 2 üstün mənfi 3 kimi yazıram. Vəssalam. İndi sonra 3-də 1 üzərində 5 minus 2x deməli özü mənfi 3-dən kiçik bərabərdir. Çünki əsaslar 2-də axı. İndi 5 minus 2x kiçikdir bərabərdir. 3-ü vurduq mənfi 3-ə elədir mənfi 9. İndi mənfi 2x kiçikdir bərabərdir. Mənfi 9 çıx 5 mənfi 14 alınsa x 7-dən böyük bərabərdir. Deməli 84-cü sualda da doğru cavabımız Y variantı qalır. Baxaq misal nömrə 85-ə. Loqaritm 0,5 əsasdan x üstəgəlinsin 3 üstündə neçə var? Böyükdür bərabərdir mənfi 3-dən. Deyir bərabərsizliyi həll edin. X üzərinə gəlinsin 3 özü 0-dan böyük bərabərdir. X mənfi 3-dən böyükdür. Eyni zamanda x üstəgəlinsin 3 əsas 0,5 olduğuna görə işarə dəyişir. 10,5 üzəri 3 neçə edir? 8 edər. Çünki 10,5 2 üstü mənfi 1-dir. O da mənfi 3 olsa 2 üstü 3 8 edir. X da kiçikdir bərabərdir. Müsbət 5 qalar. İndi ədəd 9 üzərində bunlara baxaq. 5 var. Bu daxildir. Mənfi 3 daxil deyil. Mənfi 3-dən böyüklər. 5-dən isə kiçiklər. Mənfi 3 5 yarım intervala. O da oldu 85-ci sual. Doğru cavab C. 86 bunun eynisidir. 87-ci sual yazaq. Deyir funksiyanın təyin oblasıdır. Təyin oblası kökaltı ifadə mənfi 2 loqaritm 4 əsasdan x minus x-in kvadratı böyükdür bərabərdir 0 olmalıdır. Lakin qarşıda mənfi olduğuna görə loqaritm 4 əsasdan x minus x kvadrat kiçikdir bərabərdir 0 olar. İndi birinci hal üçün x minus x kvadrat özü hər zaman 0-dan böyükdür. İndi bunu burada da x-i çıxarsam 1 minus x 0-dan böyükdür. Bunu 0-a çevirən al 0, bunu 0-a çevirən al 1-dir. İndi burada ədəd 9 üzərində qeyd eləsəm, baxın, bax, 1-i burada qeyd edirəm, 0-ı da burada. Baş əmsal müsbət, baş əmsal mənfidir. Mənfidən başlayır, müsbət bir də mənfi. Bizə hansı aralıqlar, daha doğrusu burası 0-dır. Hansı aralıq lazımdır? Bizə 0-dan böyüklər. Deməli 0 ilə 1. Bax 1 olacaq. Müsbət aralıq lazım etdi bizə. Oldu bura 0-dan 1. İndi ikinci halda bilməliyik ki, x minus x kvadrat 4 üzərində 0 neçə edər? 1 edər. İndi hamısını atsam sağ tərəfə x kvadrat minus x üstə gəlinsin 1. Sağ tərəfə də x kvadrat. Bu da böyükdür bərabər neçə qalır? 0 qalır. Oldu x kvadrat minus x üstə 1. İndi bunun diskriminantına baxaq. 1 minus 4 edir mənfi 3. Diskriminant 0-dan kiçik olduğuna görə bu ifadədə hər zaman nədir?
müsbətdir. Yəni ki, onun həllinə baxmağa ehtiyac yoxdur. Funksiyanın təyin obası 0-1 aralığıdır. 87 olar. Doğru cavabımız D variantı. 88 də bunun eynisidir. Yazaq misal nömrə 88-i. Fx funksiyası təyin obasıdır deyir. Onda loqaritma 3'də 1 əsasdan x minus x-in kvadratı böyüdür bərabərdir 0 olsun. İndi x minus x kvadrat özü 0'dan böyüdürsə indi tapdıq. Həllin 0-1 intervalı idi. İndi x minus x-in kvadratı baxın 3'də 1 üstündə 0 1-dir. Lakin əsas 1-dən kiçik olduğuna görə işarət dəyişir. Kiçikdir 1-dən. İndi hamısını sağ tərəfə yıxsam olur x kvadrat minus x plus 1 böyüdür bərabərdir 0. Hamısını sağ tərəfə yıxsam belə olacaq. Burada diskimiz yenə mənfi olduğuna görə bu hər zaman müsbətdir, 0-dan böyükdür. Deməli yenə bərabərsinin həllər çoxluğu 0-1 aralığıdır. 88 də oldu. D variantı. Baxaq misal nömrə 89-a. Deyir, bərabərsizliyi həll edin. Yazırıq 3 üzərində. Burasının 2 üzərində kökün altında x minus 1 üzərinə gəlinsin. Bax, bu verilən ifadəni belə yazıram. 2'nin kubu bölünsün 2 üzərində kök altında x minus 1 kimi. Minus 25 böyükdür 0'dan. İndi bura diqqət yetirsək, 2 üzəri kökün altında x minus 1 oxşardır və buna t deyə bilərəm. T də burada 0'dan böyükdür. Bu mütləqdir. Bir də x minus 1 ifadəsi özü 0'dan böyük bərabər olsa x da 1'dən böyük bərabər olar. X da böyük bərabərdir 1. İndi bu bərabərsizliyə baxaq. Bax, t burada nə olacaq? 0'dan böyük olacaq. İndi burada bu ifadənin yerinə t yazsam olur 3t. Üzərinə gəlsin. 2'nin kubu nə ilə? 8 bölünsün t'yə. Minus 25 böyükdür 0. İndi bilirik ki t 0'dan böyükdür. T 0'dan böyük olduğuna görə bunun hər tərəfini t'yə vurmaq olar. 3t'ni t'yə vuranda olur t kvadrat plus 8 böl t'ni t'yə vuranda qalar 8 minus 25t 0'ı da t'yə vuranda elə 0 edər. Bu bərabərsizlik olur 3t'nin kvadratı minus 25t plus 8 böyükdür 0'dan. Diskriminanta baxsaq 625 edir. 625'dən də 4, 8, 32, 96 qalar. Buradan da deməli 9 qalır, 2 qalır, 5 qalır. İndi burada T1 və T2'ni tapaq. T1 bərabərdir 25 minus 529'un kökü 23'dür. Bölünsün 6'ya. 25'dən 23 çıxanda qalar 2 böl 6, 1 bölünsün 3'ə. Eyni zamanda T2 kökünə baxaq. 25 üstə gəlinsin 23 bölünsün 6. Bu deyir 48 böl 6 neçə qalar? 8 qalar. Bu bərabərsizliyi həll edək. 3 vurulsun. T minus 3'də 1 T minus 8 özü 0'dan nədir? Böyükdür. Yazdıq böyük. Bu bərabərsizliyin həllər çoxluğunu burada göstərək. Bura 8 olsun. Bura isə 3'də 1 olsun. Baş əmsallar onsuz da müsbətdir. Deməli, müsbət var, mənfi var, müsbət var. İndi t hansı aralığa daxildir? T daxildir. Mənfi sonsuzluqdan 3'də 1'ə qədər birləşir 8'dən hara kimi? Müsbət sonsuzluğa kimi. Yəni ki, t özü kiçikdir 3'də 1'dən, t özü böyükdür 8'dən, belə deyək. İndi eyni zamanda demişdik ki, t 0'dan böyükdür. 0'dan böyük halı, baxın, t 0'dan böyüksə 3'də 1'dən kiçik ola bilməz axı, ona görə bu baxmağa dəyməz. İndi t özü 8'dən böyükdürsə, onda yazıram 2 üzərində, kökün altında x minus 1, özü nədən böyük olmalıdır? 8'dən. Çünki t kiçikdir 3'də 1 halı, nəyə görə ona heç baxmıram? Çünki t 0'dan böyük olmalıydı. Daha doğrusu
1 dəqiqə 25 çıx 23. Hə 1 dəqiqə yox. 3də 1 onsa müsbətdir də. 3də 1 müsbət olduğuna görə yazıram 2 üzərində kök altında x minus 1 kiçikdir nədən? 3də 1-dən. Deməli bu bərabərsizliyi yazsaq bu ifadə t bölü 0 nə deməkdir? Yəni t burada 0 qiymətini ala bilməz. İndi belə götürürəm də t 0-dan böyük olmağı nə ola bilər? 1 ola bilər, 2 ola bilər. Bunun ən kiçik qiyməti ümumiyyətlə 2 üstündə 0-dır. Deməli, bunu belə yazmaq olar. T böyüdür, bərabərdir 1. Bu ən kiçiyi 0 edə bilər. X-in 1 qiymətində 2 üstündə 0, 1. Və getdikcə böyüyür. Bu 1-dən böyük olduğuna görə t ilə 3də 1-ə heç baxmıram ümumiyyətlə. Çünki 3də 1 özü 1-dən kiçikdir. Heç bu ifadəyə baxmağa ehtiyac yoxdur. Bir dənə t bölü 8-i hesablayaq. Yazıram 2 üzərində kök altında x minus 1 bölü 8-də 2-nin kubu deməkdir. İndi burada da kökün altında x minus 1 özü böyük olmalıydı 3-dən. İndi hər tərəfin bunun kvadratı yüksəlsəm, bunun kvadratı olsa x minus 1 böyüdür 9 olsa x daha böyükdür 10 olur. Bir də x 1-dən böyük bərabərdir. Onsuz da x 1-dən böyük bərabərdirsə, ondan müsbət sonsuzluğa, daha doğrusu 10 bura daxil deyil, ondan müsbət sonsuzluğa bu bərabərsizliyin həlli olar. Deməli 89 oldu doğru cavab Y variantı. 90 da bax bu sualın eynisidir. Onu da yazmayacağım. Baxaq indi keçək neçinci suala. 90 yox. 90-cı sualı dedim yazmayacağım. 91-ə. Deməli 91-ci sualın şərtini yazaq. Verib loqaritm 8 əsasdan 3x minus 1 kiçikdir 1-dən. Bir bərabərsizliyi həll edin. Baxın fikir verin 3x minus 1 özü 0-dan böyük olsa x böyük 1 bölü 3 olar. Eyni zamanda 3x minus 1 8 üzəri 1 neçə qalar? 8 qalar da. 3x da kiçikdir 9 olsa x 3-dən kiçikdir. Əgər 9 üzərində qeyd etsək 3 var. Sonra bir də nə var? İçərisi boşda 3də 1 var. 3də 1-dən böyüklər mənfi sonsuzdan 3-ə qədər. 3də 1 ilə 3 intervalı. Yazırıq 3də 1. Bir də neçə var? 3 var. Bax, bərabərsizliyin həllər çoxluğu budur. 91 olar. Doğru cavabımız B variantı. 92 eyni sualdır. Baxaq 93-ə. 93 nə? 94 eyni sualdır. 94'ü yazacaq. Yazaq 94'ə. Loqaritma yazırıq. 3də 1 əsas. X minus 4 böyükdür mənfi 2-dən. Ən böyük tam həllin bizdən istəyir. Əvvəla x minus 4 0-dan böyükdür. Eyni zamanda x minus 4 3də 1 0-dan kiçik olduğuna görə işarət dəyişir. 3də 1 üstündə mənfi 2 edər müsbət 9. X 4-dən böyük, x da 13-dən kiçik. 4-dən böyük 13-dən kiçik 4, 13 interval var. Və ən böyük tam həlli isə bura müsbət 12 düşür. 94 deməli oldu. Doğru cavabımız C variantı. Baxaq misal nömrə 95-ci suala. Deməli, A parametrinin hansı qiymətlərində bizə şərtdə verib ki, LC x-in kvadratı üstə gəlinsin AX üzərinə gəlinsin 10. Böyüdür 0. Bərabərsizliyi bütün x-lar üçün ödənər. Bütün x-lar üçün ödənər nə deməkdir? X-in kvadratı üstə gəlinsin AX üstə gəlinsin 10. Nə olmalıdır? 0-dan böyük. Deməli, A-sı müsbətdir. Baş əmsal müsbətdir. Diskriminantına baxaq. O deyir A kvadrat. Bütün x-lar üçün ödənər deyirsə, təkcə bu ifadəni götürməyək də biz. Bax, yazırıq x-in kvadratı, üstə gəlinsin AX, üstə gəlinsin 10. Burada nə var bəs? Burada 10 var da, 10 üstündə 0 da bizə böyüdü 1'i verir. İndi 1'i ataq sol tərəfə, olur x kvadrat, üstə AX, üstə gəlinsin 9 və 0-dan böyükdür. Baş əmsal müsbətdirsə,
Hər zaman müsbət qiyməsi alması üçün diskriminantın sıfırdan kiçik halına baxaq. O da deyir a-nın kvadratı minus 36 kiçikdir 0 olsa a da daxildir. Mənfi 6-dan 6-ya qədər. Deməli 95-ci sual oldu. Doğru cavab A variantı. Bütün x-lar üçün ödənər deyirsə yenə həmən sualdır. Baxaq misal nömrə 97-ci suala. Deməli şərtdə bizə nə verib? Kökün altında 5 plus 2 üzərində x minus 1 var. Böyükdür, bərabərdir. Bu kök altında 5 minus 2'dir. Lakin bunu 1'e yazıram. Kök altında 5 plus 2 üzəri mənfi 1. Və bunun üzərində var x minus 1 bölünsün x plus 1. Bax, belə bir ifadə var. Şimdi bunu da yazıram. Kökün altında 5 plus 2 x minus 1 böyükdür, bərabərdir. Bu mənfini də bura vursam olur 1 minus x plus 1. Təbii ki, kökün altında olur da. Bu da kökün altında 5 plus 2 1 minus x mənfini, bax bu mənfi bu kəsrə vururam, olur x plus 1'ə. İndi əsas 1'dən böyük olduğuna görə işarə heç vaxt dəyişməyəcək. X minus 1 böyükdür, bərabərdir. 1 minus x bölünsün x plus 1 kimi qalar. İndi bunu həll edək. Yazıram x minus 1 çıxılsın. 1 minus x plus 1'dən böyükdür, bərabərdir 0'dan. Ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz x üstə 1'dir. X minus 1, x plus 1'ə vuranda x kvadrat minus 1. Minus 1 üstə x alınır. Bu da böyükdür, bərabərdir nə olar? 0 olar. İndi olacaq x kvadrat üstə x minus 2. X plus 1 böyükdür, bərabərdir 0. İndi x-in kvadratı üstə x minus 2'ni vurğulara ayırsaq, mənfi 1 və mənfi 2 olsa, 2 və mənfi 1 bunun kökləridir. Deməli, burada belə yazıram, x üstə gəlinsin 1, x minus 2 bölünsün x üstə 1 böyükdür, bərabərdir 0'dan. Bunu da hasıl kimi yazsam, x plus 1, x plus 1, bax bu verilənləri hasıl kimi yazıram. Bir nə var? X minus 2 var. Bu da böyükdür, bərabərdir 0'dan. X plus 1'dən 2 dənə olduğuna görə x plus 1'in kvadratı vurulsun x minus 2 0'dan böyük, bərabər. Baxıram, mənfi 1 cüt dərəcəli kökdür. 2 dənədir. Mənfi 1, 2 təkdir. Ələ 9 üzərində bunları qeyd edək. Var 2. 2'nin içərisi doludur, 2'nin heç bir qorsu yoxdur. Lakin mənfi 1 məxrəzdədir deyə bu daxil olmayacaq. Bax, mənfi 1'in içərisi boşdur. Bu da cüt dərəcəli kökdür. Baş əmsallarımız müsbət olmalı görə müsbət, mənfi, bu da mənfi olur. Deməli, burada bizim doğru cavabımız 2'dən müsbət sonsuzluğa yox, alınmadı. Baxaq. Bura görək, nə səhv etmişik. X kvadrat üstə x. Hə, cəmi mənfi 1 eləsin. Onda mənfi 2 ilə müsbət 1 ədədləri olar. İndi mənfi 2 ilə müsbət 1 olsa, burada belə olacaq da bu bərabərliyin həlli. Bax, burada onda plus olacaq. Vurğular arasında. Burada minus olacaq. X minus 1 olur. Burada x plus 1 var. İndi bunu da x minus 1 edim. Təkcə bunları silmək lazımdır. Cani diqqətsizliyi burada təmin köklərində sualın səhvini gətirib çıxarda bilir. 1'dir, mənfi 1'dir, 2'dir. Sıfıra çevirən hallar. İndi baxaq. 2'ni qeyd edirəm. 2 bura daxildir. Mənfi 1 daxil deyil, məxrəcdədir. 1 daxildir, lakin mənfi 1 daxil deyil. İçərisi boş. Baş əmsalları onsuzdan müsbətdir. Müsbət, mənfi, müsbət, mənfi. Bərabərsizliyin həllər çoxluğu hara düşməlidir? Mənfi 1 ilə 1 birləşmə 2 müsbət sonsuzluq. Bəs belə bir cavab yoxdur. Baxaq. Yenə də burada bunu dəyişməmişik. Bura olub mənfi 2.
Bir dəqiqə. Sualı başdan köklərin səhv orada tapmışdıq deyə burada başdan səhv gedib yenə. Deməli, mən sıfıra çevirən hallara baxaq. Bura olub 1. Dəqiq diqqətlə baxaq. Bura olur -1, bura olur -2. İndi düz gəlməlidir. Deməli, ən böyük 1 var. 1 daxildir. Sonra -1 daxil deyil, içərisi boşdur, məxrəcdədir. Bir də -2 daxildir. Baş əmsallar onsa müsbət, mənfi, müsbət, mənfi. Bizə müsbət aralıqlar lazım idi. -2-dən -1-ə, -1 daxil deyil. Birləşmə 1 müsbət sonsuzluğa. Oldu 97-ci sual A variantı. Sadəcə burada kökləri tapanda bax burada götürüb səhv yazmışdıq deyə ümumi sualın da həlli yekunda səhv çıxırdı. 98 də bunun eynisidir. Baxaq misal nömrə 99-a. Loqaritma kök altında 6 bölünsün neçə var? 3 var. Olur 1 plus 2x böyükdür 2-dən. Deyir, bərabərsizliyi həll edin. İndi əvvəla 1 plus 2x-mız özü nə olmalıdır? 0-dan böyük. İndi 2x böyükdür -1-dən, x da -1/2-dən böyük olmalıdır. Bu məlum məsələ. İndi 1 plus 2x. Kökdə altdan təqribən nə qədər çıxır? 2 tam nə qədər çıxardı? 3-ə də böləndə 0 tam nə qədər bir ədəd edir. Deməli, bu ifadə 1-dən kiçikdir. Ona görə bunu yazdım kiçik, işarəni dəyişdim. Kökdə 6 bölüsünün kvadratı da 6 bölünsün 9-a bərabərdir. Bunu da belə yazdıq. İndi sonra hər tərəfini 9-a vursam 9 üzərindən 18x kiçikdir 6-dan. 18x kiçikdir 6-dan 9 çıxanda -3, x da kiçikdir 1 bölünsün 6, lakin mənfisi var. İndi x -1/6 var. Bir də nə var? 1/2 var. İndi -1/6-nı bura yazıram. Daxil deyil. Bir də -1/2-ni bura yazıram. İndi -1/2-dən müsbətlər lazımdır. Burada da bizə nə lazımdır? Mənfilər. Deməli, hansı aralıqdır? -1/2, -1 bölünsün 6. Oldu. Doğru cavab 99-a C variantı. Deməli, 100-cü sual bunun eynisi idi. Baxaq, misal nömrə 101-ə. 3-cü dərəcədən verib, şərti yazaq. 3-cü dərəcədən kökün altında 27-də 1-i yazıram. 3 üstündə -1 kimi. Bu da x minus 1-dir. Sonra böyüdür. 9-da yazıram. 3-ün kvadratı 10 üstündə belə də x var. Sonra bax bu kök altı ifadəni də bax 3 üzərində bu -1-i bu ifadəyə vursam olur 1 minus x. 3-cü dərəcənin olduğuna görə burada 3-də 1 var. Bunu da belə yazdım. 9 üzərində burada -x verib də. Bunda mənfini unutmayaq burada. Olub -x. Bir də böyüdür 3 üzəri -2x. Bax belə. Sonra yenə də bu 3-də 1-i bu ifadəyə vuraq. Olur 3 üzərində 1/3 minus x bölünsün 3. Bu ifadəni 3-də 1-ə vurduq. Böyük olub 3 üzəri -2x-dan. Sonra nə edəcəm burada? Bir də bu üslü ifadədir. Heç vaxt mənfi qiymət almayacaq. Yazırıq 1 bölünsün 3 minus x bölünsün 3 böyüdür -2x-a. Hər tərəfini 3-ə vura bilərəm. Olacaq 1 minus x böyüdür -6x-dan. İndi yazıram -x üstə gəlinsin 6x böyüdür -1-dən. O da deyir 5x böyüdür -1, x da böyüdür -1 bölünsün 5-dən. Ödəyən x-in ən kiçik tam qiyməti. -1 bölünsün 5-dən hara kimi gedir? Müsbət sonsuzluğa kimi. Burada ən kiçik neçə ödəyər? 0 ödəyər. Deməli, 101-ci sual doğru cavab oldu D variantı.
102 də bunun eynisidir. Özünüz yazarsınız. Və yaxud da yazaq 102-ni də. Yazırıq misal nömrə 102. Yazırıq 7-də 3 üzərində x-in kvadratı minus 8x böyükdür. 5 tam 9'u 4'də belə yazıram. 9. 9 5'in 45 ise 4 ise olur 49. Bu da 14 minus 4x'tir. Şimdi yazıram 7'də 3 x kvadrat minus 8x böyükdür. 9'a 49'u da yazıram 3'də 7'nin kvadratı. 10 üzerinde var 14 minus 4x. Şimdi 3 bölünsün 7 olduğu kimi qalsın. X kvadrat minus 8x'imiz böyükdür. 3'də 7 üzerinde. Bax bu ikini bu ifadəyə vursam o eləyir 28 minus 8x. Şimdi 3 bölünsün 7 10 üzerinde x'in kvadratı minus 8x böyükdür. 3'də 7'nin də 7'də 3 kimi yazsam üstündə mənfi 1. Və bu verilən mənfi 1'i də bu ifadəyə vursam 8x minus 28 alınır. İndi buradan da hər iki tərəf 7'də 3'dür. Deməli x kvadrat minus 8x kiçikdir. Niyə kiçikdir? 7'də 3 özü 1'dən kiçikdir. Ona görə 8x minus 28 alınsın. İndi x'in kvadratı minus 8x minus 8x plus 28 kiçikdir, bərabər kiçikdir 0'dan. Bu da deyər x kvadratı minus 16x üstə gəlinsin 28 kiçikdir 0'dan. Köklər cəmi 16 hasıl 28 eləsə 14 və 2 ədədləri olar. Deməli x minus 14 x minus 2 özü 0'dan kiçikdir. Bura olsun 14, bura olsun 2. Baş əmsalların müsbət olduğuna görə 14 və 2 bunlar da müsbət, mənfi, müsbət. Deməli 2-dən hara kimi gələr? 14'ə kimi gələr. 102-də doğru cavab neçə qaldı? A variantı qaldı. Baxaq növbəti məsələyə. 103 də bunun eynisidir. Baxaq misal nömrə 104-ə. 104. Deməli verib y bərabərdir. Loqaritma 0,2 əsasdan a üzərində x. Üstü funksiyası artan funksiya olarsa bərabərsizlikdir, həll edin. Yazırıq loqaritma a əsasdan k böyükdür loqaritm a əsasdan 4'ə. İndi burada nə edəcəm? Deyir a da parametrdir. İndi üstü funksiya artan olması üçün bilirik ki y bərabərdir. A deməkdə tutaq ki b üzərində x üstü funksiyasında əgər b 1'dən böyük olarsa bu olacaqda artan funksiya. İndi loqaritma 0,2 əsasdan a-nın 1'dən böyük olması üçün deməli a özü daxil olmalıdır. A özü daxil olmalıdır. 0-dan 1 aralığına. Hər ikisi 0-1 arasında olsa bu ifadə, loqaritmik ifadə 1'dən böyük olar. İndi a 0-1 arasındadsa, loqaritm a'lara baxsam, bunları atıram. Onda k kiçikdir 4 olar. Niyə k kiçikdir 4 yazın? Çünki a özü 0-1 arasındadır. 0-1 arasında olanda bu işarə əksinə dəyişirdi. Deməli k oldu 4'dən kiçik. Mənfi sonsuzluq hara kimi 4'ə qədər. Sonra nə var idi? Bir də burada fikir verin. K-da özü 0'dan böyük olmalıdır. Loqaritmənin təyin olmasına görə K-da mütləq və mütləq 0'dan böyükdür. İndi də üzərində baxaq. Bura olar 4, bura olar 0. 0'dan müsbət sonsuzluğa, mənfi sonsuzluqdan hara kimi 4'ə qədər. Bunda həllər çoxluğu 0,4 intervaldır. 104 deməli oldu doğru cavab Y variantı. Baxaq misal nömrə neçəyə? 105'ə. Funksiyanın təyin olmasını istəyir. Yazırıq 2'də 1 üzərində x çıxılsın 3'də 1 üzərində x
Bu nə olmalıdır? Sıfırdan böyük bərabər olmalıdır. Və eyni zamanda üslü funksiya. Üslü funksiya. Özü hər zaman müsbət qiymətlər aldığına görə 1 bölünsün 2 üzərində x bölünsün. Hər tərəfin 3/1 üzərində x-ə bölürəm. 3/1 üzərində x minus kəsr xətti 3/1 üzərində x bölünsün 3/1 üzərində x böyükdür bərabərdir 0 bölünsün 3/1 üzərində x-a. İndi 2/1-i 3/1-ə böləndə, bax bunu belə yazacağam da. 2/1 bölünsün 3/1. Üzərində bütöv x kimi, bütöv qüvvət kimi yazsam, 2/3 bölünsün 2 edər. Üzərində nə var? X. Minus 1 var. Bax bu ifadə. Yenə də böyükdür bərabər nə alınır? 0 alınır. İndi 3 bölünsün 2 üzərində x böyükdür bərabərdir 1 alınsın. Yaza bilərəm 3 bölünsün 2 üzərində x böyükdür bərabərdir. Baxın 3 bölünsün 2 1-in yerinə 3 bölünsün 2 üzərində 0 yazdım. Əsas 1-dən böyük olduğuna görə onda elə x 0-dan böyük bərabər qalır. 105-də də doğru cavab neçə qaldı? A variantı. Baxaq misal nömrə 106-cı suala. Bərabərsizliyi həll edin. 3 üzərində kökün altında 1 minus x var. Minus x loqaritm 5 əsasdan x var. O da böyükdür. Nədən? 0-dan. İndi bu 0-ı da burada qeyd edirik də. İndi birinci halda baxın kökaltı ifadəyə 1 minus x özü nə olmalıdır? 0-dan böyük bərabər. X daha kiçikdir 1. Kiçik bərabərdir 1 daha doğrusu. İndi buradakı x da 0-dan böyükdür. İndi bunların hər ikisinə baxsam 0-dan böyük 1-dən kiçik bərabər. Bax fikir verin. Buraya yazıram müsbət 1-i, buraya yazıram 0-ı. 0-dan böyüklər 1-dən isə kiçiklər. İndi bu olacaq 0 ilə 1 yarım intervalı. 0 oldu, 0 1 yarım intervalı. İndi 0 1 parçasında 1-i yerinə yazsam, eləcək 3 üzərində 0. Bax burada 1-i yerinə yazsam 3 üzərində 0 olur. Minus 1 vurasın loqaritm 5 əsasdan 1. Bu da 5 üstündə ilə 0 olsa, 3 üstündə 0 1 idir. Üstündə 0 olacaq 1. 5 üstündə 0 bunlar da geçsə, neçə qalacaq? 1 minus 0 0-dan böyük olur. Deməli 0 1 yarım intervalında elə bu bərabərsizliyin nə idi? Həllər çoxluğudur. Ona görə də doğru cavab burada neçə qalacaq? 106-da D variantı qalacaq. Burada 0-da bu biraz səliqəsiz düşüb. Baxaq misal nömrə 107-yə. Deməli 107-də bizə nə deyir? Tənliyini nədir? Tənliyini həll edin. Bərabərsizlik də bərabərsizliyi həll edin. Orada yəqin ki səhv düşüb. Yazırıq 4 üzərində loqaritma 3 əsasdan 1 bölünsün x üstə gəlinsin 1 kiçikdir 1-dən. Bu bərabərsizliyi həll edək. Əvvəla x üstə gəlinsin 1, x üstə gəlinsin 1. Özü 0-dan fərqlidir. X da fərqlidir 1-dən. İndi 1 bölünsün x plus 1 ifadəsi də 0-dan böyükdür. Onda x plus 1 özü 0-dan böyük olsa x böyükdür mənfi 1-dən. Mənfi 1 müsbət sonsuzluq. Bax bunun həllidir. Mənfi 1-dən hara kimi gələr? 1-ə kimi gələr. Bir də birləşmə 1 müsbət sonsuzluğa kimi gələ bilər. Bu məlum məsələ. Bura kimi baxdıq. İndi bir də belə deyək də 4-ün üstündə loqaritma 3 əsasdan 1 bölünsün x üstə gəlinsin 1 kiçikdir 4 üstündə 0 yazmaq olar. O da deyir loqaritma 3 əsasdan 1 bölünsün x plus 1 kiçikdir 4 üstündə 0-a da belə deyək. Bunun 0-ına. Biraz səliqəli yazaq. Kiçikdir 0-da. 1 bölünsün x plus 1 3 üzərində 0-da 1 edir.
Şimdi burada 1 bölünsün x plus 1 çıxılsın 1 kiçikdir nə olsun? 0 olsun. X plus 1 burada var. Bir de 1 minus x minus 1 kiçikdir 0. Birler de burada sayılsa qalar mənfi x bölünsün x plus 1 kiçik 0 olsa. Mənfi x plus 1 sıfırdan kiçiyə baxaq. Bir dəfə burada 0 var. Bunu sıfıra çevirən bir dəfə mənfi 1 var. Bir də mənfi 1'i yazdıq bura. Bura mənfidir, bura müsbətdir. Mənfi, müsbət, mənfi. Bizə nə istəyirdi? Mənfilər istəyirdi. Mənfi sonsuzluq, mənfi 1 birləşir 0, müsbət sonsuzluq. Şimdi sonra verilən ifadə, bax, burada tapmışıq da mənfi 1, 1, 1 müsbət sonsuzluq yerinə yazaq. Bir də yazırıq mənfi 1, 1 birləşmə 1 müsbət sonsuzluq. Burada 1 də ola bilməzdi. 1'i A görə atdıq. Mənfi 1'dən 1'ə qədər 1 müsbət sonsuzluğa qədər. İndi burada nə qeyd edirəm? Baxın, 0 qeyd edirəm. Sonra 1'i qeyd edirəm. Sonra nə var? Mənfi 1'i qeyd edirəm. Mənfi 1, 1. Bax, bura kimidir. 1 müsbət sonsuzluq bura kimidir. Mənfi sonsuzluq mənfi 1, 0 müsbət sonsuzluq bura kimidir. Bərabərsinin həllər çoxluğu ən çox qara 1'dən müsbət sonsuzluğa düşür. O da oldu 100 neçinci sualdır bu? 107. sual B variantı. Şimdi burada nə düzgənmədir bu? Baxaq bir dəqiqə. X 1'dən, x daha doğrusu burada mənfi 1'dən fərqlidir. X plus 1, bura 1 yazmışıq. Bura mənfi 1'dən fərqlidir. Mənfi 1 müsbət sonsuzluq. Onsuz da bu olmalıydı. Mənfi 1 müsbət sonsuzluq. Bir dəqiqə burada düzəliş eləyək. X plus 1 sıfırdan fərqlidirsə, x fərqlidir mənfi 1'dən. İndi x da böyükdür. Daha doğru belə deyək. 1 bölünsün x plus 1 də özü sıfırdan böyükdürsə, x plus 1 özü sıfırdan böyükdür. X da mənfi 1'dən böyükdür. Yəni bu şərt ödənir. Başqa burada biz nə yazmışıq? Bax, mənfi 1, 1, 1 müsbət sonsuzluq bu olmaz. Deməli, bizə nə lazımdır? Mənfi 1 müsbət sonsuzluq lazımdır. Baxaq bir də. X mənfi 1 dedik, ola bilməz. Onsuz da bu bərabərsizliyin həllər çoxluğu mənfi 1'dən böyüklər idi. Onda mənfi 1 düşmür də, bərabərlik yoxdur. İndi ələ doxuna sadəcə bunu düzəldək. Buranı silək. Bax, burada var 0. Burada var 0. Bir də var mənfi 1. Mənfi sonsuzluq mənfi 1, 0 müsbət sonsuzluq. Bir də mənfi 1 müsbət sonsuzluq ən çox iştirik 0'da müsbət sonsuzluğa düşür. Deməli, 107 D yox, A variantıdır. Sonra keçək növbəti suala. Sual nömrə 108. F(x) funksiya verilib bizə, bərabərdir. Təyin oblasındır. Təyin oblasına belə baxırıq da. Loqaritm 4 əsasdan x-in kvadratı çıx 3 sıfırdan böyük bərabər olmalıdır. X-in kvadratı çıx 3 özü mütləq sıfırdan böyük olmalıdır. X kvadrat böyükdür müsbət 3'dən. Bu da mənfi sonsuzluq mənfi kökdə 3'ə qədərdir. Birləşmə kökdə 3'dən hara kimidir? Müsbət sonsuzluğa qədərdir. İndi eyni zamanda x kvadrat çıx 3 böyükdür, bərabərdir. 4 üzəri 0 müsbət 1. X kvadrat da böyükdür, bərabərdir 4 olar. Bunda həllər çoxluğu x daxildir. Mənfi sonsuzluq mənfi 2. X daxildir. Mənfi sonsuzluqda mənfi 2'yə. Birləşmə 2 bura daxildir. Bunu qeyd edək. Birləşmə 2 müsbət sonsuzluq. Bunun hər ikisi bura daxildir. Şimdi bunlar da ələ doxu üzərində qeyd etsək, fikir verək. 2 burada var, 2 daxildir. Sonra kök altında 3 daxil deyil. Sonra mənfi kökdə 3 var, mənfi kökdə 3 var. Bir də mənfi kökdə 2 var. Mənfi 2'ye daha doğrusu.
Bax, bu da daxil deyil. Mənfi sonsuz mənfi 2, 2 müsbət sonsuzluq bura düşür. Mənfi sonsuz mənfi kökdə 3, kökdə 3 müsbət sonsuzluq. Deməli, doğru cavab yerə nə qalar? Bax, bu ifadə qalar. 108-də də doğru cavab neçə qaldı? 107-ni yazmışıq da. 108-də oldu Y variantı. 109 bunun eynisidir. Baxaq, misal nömrə 110-a. 109-un da burada sadəcə böyük bərabəri kiçik bərabərə çevirəcək. Bax, ora əsas 1-dən böyük, bir də 0-1 arasında olanda baxındır. 3-ün üzərində loqaritma 2 əsasdan x böyükdür x olsun deyir. Bir bərabərsizliyi həll edin. İndi verib bizə loqaritma 2 əsasdan x böyük olsun loqaritma 3 əsasdan x-a. Nə vaxt bu böyük ola bilər? Bu ola bilər x özü hardan hara olmalıdır? Baxın, 1-dən böyük olmalıdır. Yəni ki, x 1-dən böyük olsa bu ifadə böyükdür. Çünki loqaritmik funksiyalarda biz belə deyirik də. Və yaxud da hər tərəfin loqaritma sistem loqaritmləsəydə yenə də eyni nəticəyə gəlib çıxa bilər. İndi baxaq da. Yazıram loqaritma. Bunun hər tərəfin loqaritm 3 əsasdan loqaritm deyirəm. Olur 3 loqaritm 2 əsasdan x. Loqaritmləməyə ehtiyac yoxdur. Loqaritm 2 əsasdan x, loqaritm 3 əsasdan x-dir. Bu nə vaxt bundan böyükdür? Təbii ki, əsası kiçik olan böyük olur və x burada artdıqca, bax, 2 əsasdan x böyüyür. Bu isə 2 əsasdan x-a nisbətən kiçik olur. Deməli, x artmalıdır. Təbii ki, x 0 ola bilməz. X 1-dən nə olmalıdır? Böyük olmalıdır. Bu da neçənci sual idi? 110-cu sualda. 110-cu sualda doğru cavab C variantıdır. Və yaxud da bu 110-cu sualda bunu belə təsəvvür edə bilmirsinizsə, onda vaxt belə yanaşmaq olar. Bu birinci hal kimi götürə bilir və yaxud da loqaritm 2 əsasdan 3 üzərində loqaritm 2 əsasdan x böyükdür x. Onsuz da buradan aydın məsələdir ki, x artdıqca bu ifadə 2 əsasdan x 3 əsasdan x-dan böyük olur. Bu məlum məsələdir. İndi burada hər tərəfi loqaritm 2 əsasdan loqaritm deyək. Olur 3 loqaritm 2 əsasdan x böyükdür loqaritm 2 əsasdan x-a. Loqaritm 2 əsasdan x keçir qarşıya. Keçir qarşıya. Vırılsın qalır. Bir dəqiqə. Bu keçdi, qalır loqaritm 2 əsasdan 3. Bu loqaritm 2 əsasdan x-i da yazıram. Loqaritma 2 əsasdan x-i da atdım sol tərəfə. Bu oldu böyük 0. Hər ikisində loqaritm 2 əsas x olduğuna görə yazıram loqaritma 2 əsasdan x çıxartdığım möcüzə xaricində olur loqaritm 2 əsasdan 3 minus 1. Bu böyükdür 0. Loqaritm 2 əsas 3 bu özü 1-dən böyükdür axı. 1-dən böyük olduğuna görə 1-i çıxsam bura qalır müsbət. Onda loqaritm 2 əsas x böyükdür. 0 da bu ifadə bölündə yerində 0 qalır. Deməli x da böyükdür. 2 üstündə 0, 1. X sonsuz da burada 0-dan böyük olmalıdır. 0-dan böyük, 1-dən böyüyə yenə də 1-dən böyük qiymətlər uyğun gəlir. Yenə də doğru cavab C alınacaq. 111-ci sualda bunun eynisidir. Baxaq, misal nömrə 112-yə. Yazırıq 112. Bir bərabərsizlik həll edin. Yazıram loqaritma 2 əsasdan 2x üzəri 1 bölünsün 3x minus 1 kiçikdir 1-dən. İndi burada loqaritm daxili ifadə 2x üzərinə gəlinsin 1 bölünsün 3x minus 1 0-dan böyük olmalıdır. İndi eyni zamanda 2x üzərli 1 bölünsün 3x minus 1 2 üstü 1 də 2-dir də. Bunu da yazdım kiçikdir 2-dən. Bu bərabərsizliyi həll edək. Olur 2x üstə 1 3x minus 1 0-dan nədir? Böyükdür. Sıfıra çevirən halları mənfi 1 böl 2, sıfıra çevirən hal 1 böl 3'dür.
Hələ 9 üzərində qeyd eləsək, 1 bölünsün üst buradır, mənfi 1 bölü 2 buradır. Baş əmsalların müsbət olduğuna görə müsbət, mənfi, müsbət qalır. Deməli, bu bərabərsin həllərici yoxluğu mənfi sonsuzluqdan mənfi 1 bölü 2-yə birləşmə 3'də 1 haradır? Müsbət sonsuzluqdur. Eyni zamanda bu bərabərsizliyi həll edək. Olur 2x üzəri 1 bölünsün 3x minus 1 minus 2 eşittir 0. Bu da olacaq 2x üstə 1 minus 6x plus 2x böyüdür 3x minus 1'dən. Bu da eşittir 0'dan. Burada 2x üstə 2x 4x 6x'i çıxanda başqa səhv etmədikdə 2x üstə 1 var minus 6x daha doğrusu plus 2 var ya burada. Bu edir minus 6x plus 2. Hər dəfə belə səhvlər gedir deyə bəzən səhv çıxır cavablarımız. 2x-dan 6x çıxanda və yaxud da 1 üstə 2 edir müsbət 3. 2x çıx 6x mənfi 4x. Bu da 3x minus 1. Kiçikdir 0'dan. Bunu da vursam mənfiyə 4x minus 3 yazsam. Bunu da 3x minus 1 yazsam. Baxın 0'dan böyük olar. Lu bərabərsində həllər çoxluğu. Baxın 4x minus 3. 3x minus 1 0'dan böyüksə. Baxın 0'a çevirin hal biri 3 bölü 4'dür. Biri də 1 bölünsün 3'dür. Baş əmsalların müsbət olduğuna görə mənfi sonsuzluqdan deməli, mənfi sonsuzluqdan hara kimi gələr? 3'də 1'ə qədər gələr. Birləşmə 4'də 3'dən müsbət sonsuzluğa kimi gələr. Bu bərabərsində hər ikisində baxaq birləşməsinə görə nədir? İştiriklərinə baxar da belə deyək. 4'də 3 var. Yazırıq 4'də 3'ü bura. Sonra nə var? 3'də 1 var. 3'də 1 də yazırıq. Bir də mənfi 2'də 1 var da. Bunu da buraya yazırıq. Mənfi sonsuzluq mənfi 2'də 1'ə qədər. 3'də 1'dən müsbət sonsuzluq qədər. Mənfi sonsuzluq 3'də 1'ə qədər. Demək verib. 4'də 3'dən müsbət sonsuzluğa qədər. Ən çox qara bax mənfi sonsuzluq mənfi 2'də 1'ə qədər gəlib. Bir də 4'də 3'dən hara kimi müsbət sonsuzluğa düşüb. Mənfi sonsuzluğa buradır. Mənfi sonsuzluq mənfi 2'də 1, 4'də 3 müsbət sonsuzluq. Baxın doğru cavab 112'də Y variantı olur. 113 də bunun eynisidir. Baxaq misal nömrə 114'də. Bərabərsin neçə tam həlli var? Yazırıq 3 üzərində 2x kvadrat minus 13. Kiçikdir bərabərdir. 243'ü də 3 üstündə 5 kimi yazdım. İndi yazıram 2x kvadrat minus 13. Kiçikdir bərabərdir 5'dən. İndi birinci halda 2x kvadrat minus 13 kiçikdir bərabərdir 5 ola bilər. 2x kvadrat minus 13 böyükdür bərabərdir mənfi 5 ola bilər. Buradan 2x kvadrat kiçikdir bərabərdir 18'dən 5'in üzərinə 13 gəldim. X kvadrat da kiçikdir bərabərdir 9 olar. Yəni ki mənfi 3 ilə 3 parçası. Sonra yazırıq 2x'in kvadratı böyükdür bərabərdir mənfi 5 13 bu neçə edir? 8 edir də. 13'dən 5'dən 8. X kvadrat da böyükdür 4 olsa mənfi sonsuzluqdan mənfi 2'yə qədər birləşmə 2 müsbət sonsuzluqda bu alar. İndi bunların baxaq həllinə. Bura olacaq 3. Sonra bura olacaq 2. Sonra mənfi 2 var. Sonra nə var? Mənfi 3 var. Mənfi 3'dən 3'ə qədər gələrəm. Mənfi sonsuzdan mənfi 2'yə qədər gələrəm. Bir də 2'dən hara kimi? Müsbət sonsuzluğa kimi. Bərabərsin həllər çoxluğu olur. Mənfi 3, mənfi 2. Birləşmə. Bir də nə var? 2 var. Bir də 3 var. Neçə tam həlli var? Burada mənfi 3 tam həldir. Mənfi 2 tam həldir. Sonra 2 tam həldir. Bir də 3 tam həldir. 4 dənə tam həlli olur. 114'cü sual doğru cavab oldu B variantı. 115 də bunun eynisidir. Baxaq misal nömrə 116'cı suala.
Deməli 116-da görə nə deyir bizə? Loqaritm verib 2 əsasda x-in kvadratı üzərinə gəlinsin 3. Üzərinə gəlsin kök altında x kvadrat minus 1 böyüdür bərabərdir 2-dən. Bərabərsizliyi həll edin. Bu sualı belə yorumlamaq olar. X kvadratın ən kiçik qiyməti 0-a bərabərdir. Bu 0 olsa, onda birinci ifadə, baxın, loqaritm 2 əsasda x kvadrat üstə 3. Bunun ən kiçik qiyməti 0 olsa, o da bərabərdir loqaritm 2 əsasdan 3 edir. Bu da 1-dən böyükdür. Birinci ifadə 1-dən böyükdürsə, bu da 0-dan böyükdür də, belə deyək. İndi bunu da 0-dan böyük olan, yəni təyin oblasına baxaq. X kvadrat minus 1 böyükdür bərabərdir 0 yazsaq, x kvadratda böyükdür bərabərdir müsbət 1 olar. Yəni ki, mənfi sonsuzluqdan mənfi 1-ə qədər daxildir. Birləşmə hardan hara? 1-dən müsbət sonsuzluğa qədər. Loqaritm 2 əsasdan 3 deyirik ki, x kvadratın ən kiçik qiyməti 0 oldu. Bu məlum məsələ. İndi x-in yerinə qiymətlər qoyub baxaq. Məsələn, x-in yerinə 5 qoysam, 5-in kvadratı 25 üstə 3, 28. Loqaritm 2 əsasdan 28 daha böyükdür. Baxın, loqaritm 2 əsasdan 28 bərabərdir. Loqaritm 2 əsasdan 28 2 üstündə 4 tam nə qədər bir ədəddir. Hələ bu 4 edir. X-in 5 qiymətini. Üzərinə gəlsin, bunu da hesablasam 2-dən təbii ki, böyüdür və bərabər olan nə də var? Halda var. Bərabər olan halı hansıdır? Bəs x-in bərabərdir 1 qiymətində. Onda olur loqaritm 2 əsasdan 4 olur. Bu 2-yə verir. X-in 1 qiymətində bu ifadə 0-a bərabərdir. Elə deməli, bu funksiyanın bu bərabərsizliyin həlləri çoxluğu mənfi sonsuzluq mənfi 1, 1 müsbət sonsuzluq aralığına düşər. 116 da oldu doğru cavab B variantı. Keçək növbəti suala. 117 bunun eynisi oldu. Yəni ki, bunun təyin oblasına götürülmüş bütün x-lar üçün bu doğru olacaq. 117 yəni ki, baxmamışam B olar da. 118-ə baxaq. D bərabərsinin ən böyük həllini tapın. Aha. Deməli, burada yazırıq loqaritma 2 əsasdan x kvadrat minus x üstə 2. Kiçikdir, bərabərdir 3 olsun. X kvadrat minus x üstə gəlsin 2 0-dan böyük olmalıdır. Diskriminant 0-dan kiçik olduğuna görə bu hər zaman müsbətdir. X kvadrat minus x üstə gəlsin 2 kiçikdir, bərabərdir verib də, hə. 2-nin kubu neçədir? Burada 8. X kvadrat çıx x minus 6 kiçikdir, bərabərdir 0. Cəmi 1 hasılı mənfi 6 etsə, 6 və mənfi 1 ədədləri olar. Daha doğrusu, cəmi 1 eləsin, hasılı mənfi 6. 3 və mənfi 2 ədədləri olar. İndi burada x plus 2 yazaraq, x minus 3 yazaraq, kiçikdir, bərabərdir 0-dan. Baş əmsallar müsbət olduğuna görə, bu bərabərsizliyin həlləri çoxluğu mənfi 2, 3 nədir? Parçasıdır. Bərabərsizliyin ən böyük həlli soruşur. Ən böyük həlli də burada 3-ə bərabərdir. 118 deməli oldu doğru cavab A variantı. 119 bunun eynisidir. Sadəcə bura diskriminantın mənfidir, hər zaman müsbətdir. 0,1-də bərabərsizliyin işarəsinin əksinə dəyişəcək. Bir də o hesablayasınız, taparsınız. Baxaq misal nömrə 120-yə. Bu dərsin son sualıdır, belə deyim. Olur x minus 5 loqaritm 3 əsasdan x plus 1 kiçikdir 0. Bərabərsizliyin tam əllər cəmini tapın. Deməli, indi burada nə edək? Bunu sıfıra çevirən hallara baxaq. Yazıram x minus 5 bərabərdir 0. Bunu tapdıq. Deməli, x bərabərdir, burada neçə olur? 5 olur. Loqaritm 3 əsasdan x plus 1 bərabərdir 0 olsa, adi bərabərsizlik kimi həll edirik də. 3 üstündə 0, 1 edir. O da gələcək 0. Biri 0-dır. Bir də x plus 1 0-dan böyükdürsə, x böyükdür mənfi 1. Bunu da unutmayaq.
İndi ədəd oxu üzərində baxaq. Burada 5 var. Sonra nə var? 0 var. Bir də nə var? -1 var. İndi bizə 0-dan kiçiklər istəyir. 5-dən müsbət sonsuzluğa, 5-dən müsbət sonsuzluğa. Məsələn, 7 qoysam, 7-dən 5 çıxanda bu edir 2. Bu da 7 qoysam 8 edir. Bu 0-dan kiçikdir. Deməli 7 şərti ödəmədi. Bu yerdə müsbət hər ikisi. Müsbətsə müsbət. Bura oldu müsbət. Sonra nə olacaq? Mənfi. 0-5 aralığında mənfi olur da. Aha. Məsələn 3 qoysam 3-dən 5 çıxsam mənfi olur. Bu da ödədi. -1 0 aralığına baxsaq, -1 0 aralığına baxsaq. Misal üçün -1 0 aralığında -0,5 götürsəm, -0,5. Bu neçə eləyəcək? -0,5 olsa bu eləyəcək müsbət eləyəcək bura. -0,5-də daha doğrusu bu mənfi eləyir -0,5-də. 2-də 1-də 2 üzəri mənfi, bu da mənfi eləyir. Deməli bura oldu müsbət. Mənim sonsuzluq -1-də də -10 götürsəm heç bir şərt ödənməyəcək. -10 götürsəm bura mənfi qala bilməz. Heç bu şərtə baxmağa ehtiyac yoxdur. -1-ə baxmağa ehtiyac olmayır. İndi burada onsuz demişdik də x -1-dən böyükdür. Bu bir hissəyə baxmağa ehtiyac yoxdur. Bizə 0-dan kiçiklər lazım idi. Hansı aralıqdır? 0-dan 5-ə qədər. Və nə istəyir bizdən? Həllərin cəmi. 1 var, 2 var, 3 var, bir də 4 var. 3 üstə 3, 6 üstə 4, müsbət 10 qalar. Deməli 120-də də doğru cavab A variantıdır.